Salam, hər vaxtınız xeyirli olsun, dəyərli astronomiya həvəskarları və olimpiyadaçılar. Bu gün sizinlə bir yerdə ikinci videomuzun mövzusu olan teleskop mövzusuna toxunacağıq. Bildiyimiz kimi teleskoplar əsasən güzgü və linzalardan ibarət olduğu üçün bugünkü mövzumuzda biz əsasən optikaya nəzər salacağıq və əlbəttə ki, ondan əlavə teleskoplara aid müxtəlif nəzəri məlumatları sizinlə bölüşəcəyik. Çox uzatmadan keçid edək mövzumuza. Deməli, teleskoplar quruluşuna görə iki yerə bölünür. Refraktor və reflektor teleskopları. Reflektor teleskoplar əsasən şüşələrdən ibarət olan, şüşələrdən istifadə edərək işığı toplayan teleskoplardır. Hansı ki, burada şəkildə aşağıda gördüyünüz nümunə reflektor teleskopa aid nümunədir. Öz növbəsində isə refraktor teleskoplar da linzalardan istifadə edərək işığı toplayır və hansı ki, burada gördüyünüz nümunədə yuxarıdakı bu şəkil refraktor teleskopa aid nümunədir. Deməli, məlumat üçün deyə bilərik ki, Qalleyin düzəltdiyi iş teleskop refraktor teleskopu idi. Yəni, bu o isə deməkdir ki, həmin teleskopu Qalley linzalardan istifadə edərək düzəltmişdir. Müasir dövrümüzdə isə hər iki teleskop növündən müxtəlif şəraitlərdə müxtəlif məqsədlər altında istifadə olunur. Deməli, teleskopların sazlanması, bu konsept sizə Azərbaycan Astronomiya Olimpiyadasında məsələlərin şərtində bu konseptlə rastlaşa bilərsiniz. Amma bundan əlavə əgər olimpiyadadan sonra seçməyə düşə bilsəz və Azərbaycan Beynəlxalq Astronomiya və Astrofizika Olimpiyadasında iştirak haqqı qazansaz, bu konsept sizə praktiki mərhələdə daha çox lazım olacaq. Deməli, azimutal və ekvatorial sazlanma nədir? Azimutal sazlanma müşahidəçinin üfüqünə, yəni üfüqi koordinat sisteminə əsaslanan sazlanmadır. Belə ki, teleskopun sağa və sola dönməsi azimutal belə deyək, koordinatların dəyişməsini və yuxarı və aşağı dönməsi isə hündürlük koordinatlarının dəyişməsinə əsaslanır. Ekvatorial sazlanmada isə teleskop gördüyünüz teleskopun bu hissəsi polar isə, yəni şimal qütbünə tərəf tıxlanır və teleskopun saat istiqaməti, saat əqrəbi istiqamətində sağa və sola dönməsi onun düz doğuş koordinatlarının dəyişməsini və yuxarı aşağı dönməsi isə belə deyək, declination koordinatlarının sazlanması halında istifadə olunur. Belə ki, bu iki sazlanmanın belə deyək, əlverişli xüsusiyyətləri nədən ibarətdir? Əgər səmada siz hansısa təsadüfi obyekti belə deyək, müşahidə edirsinizsə, ayı, müxtəlif ulduzları, azimutal sazlanma sizin istifadə üçün həm də daha rahatdır. Amma yox, əgər məsələn hansısa müxtəlif belə deyək, rəsədxanalarda da olduğu kimi ekvatorial sazlanmadan daha çox belə deyək, daha dəqiq müşahidələrdə istifadə olunur. Çünki belə deyək, ulduzun hər hansısa obyektinin, yəni uzaqda yerləşən ulduzun koordinatları il boyunca dəyişmir. Yəni çox kiçik miqdarda dəyişir və o da yerin Günəş ətrafında fırlanması nəticəsində paralaksın müəyyən qədər dəyişməsi ola bilər və yaxud da ulduzun tangensial hərəkət nəticəsində ola bilər. Amma ümumilikdə baxsaq, bu koordinatlar il ərzində demək olar ki, çox da dəyişmir ulduzun ekvatorial koordinatları. Ona görə də ekvatorial koordinatları teleskopun idarəetmə pultuna və yaxud da kompüterə daxil edib müşahidəni aparmaq daha dəqiq və daha rahat olur. Amma düzdür, eyni müşahidələri azimutal sazlanmada da eləmək mümkündür. Amma həmin halda əlbəttə ki, ekvatorial obyektin ekvatorial koordinatlarını üfüqi koordinatlara çevirmək lazım gəlir və belə olan halda da bu müəyyən qədər vaxt aparır. Deməli, gəldik optik düsturlara. Optik düsturlar burada gördüyünüz əsasən üst düsturda istifadə edəcəksiniz məsələlərin həllində. Əminəm ki, bu ilk iki düsturla çoxunuz tanışsınız. İşığın sınma qanunu və linza düsturu. Amma düşünürəm ki, üçüncü düstur haqqında bir o qədər də çox məlumatınız yoxdur və yaxud da bu düsturun da həmçinin çıxarılışı haqqında bir o qədər dərin məlumatınız yoxdur. Ona görə də istəyərdim ki, bu düsturun çıxarılışına, hardan gəldiyinə bir nəzər yetirək. Biz burada əyrilik radiusları eğri və eğri olan iki güzgün birləşməsinə əmələ gələn güncə nəzər yetiririk. Bu düsturun linzanın qalınlığından, yəni D-dən də asılı forması mövcuddur. Amma biz burada nəzərə alırıq ki, linzanın ölçüləri çox kiçikdir və qalınlığı
çox kiçik bir ədəddir. Həm də biz baş optik oxa yaxın keçən şüalara baxacağıq. Beləliklə, buradakı alfa və beta bucaqları da çox kiçik qiymət alacaqlar. Deməli, ilk olaraq biz nəzərə alırıq ki, linzanın sol tərəfindən baş optik oxa paralel bir şüa daxil olur. Deməli, şüanın linza ilə əmələ gətirdiyi bucağı alfa adlandırırıq. Belə ki, burada şüa baş optik oxa paralel olduğu üçün buradakı bucaq da alfa olacaq. Deməli, şüa linzaya daxil olduqdan sonra gördüyünüz kimi delta alfa qədər meyl edəcək və biz bu işığın sınma qanununu tətbiq eləsək, burada gördüyünüz kimi alfa bərabərdir n alfa ştrix yaza bilərik və delta alfanı da alfa çıx alfa ştrix kimi ifadə eləsək, həmin delta alfa meylinin alfadan asılı bir ifadəsini alırıq. Daha sonra soldakı linzaya daxil olduqdan, sındıqdan sonra şüa sağ tərəfdən linzanı tərk edir. Belə ki, burada da eyniliklə linzanın işığın sınma qanununu tətbiq eləsək, delta betanın biz ifadəsini alırıq. Deməli, bizdə burada aydındır ki, işıq linzaya daxil olduqdan və tərk elədikdən sonra elədiyi meyl delta teta adlandırsaq, həmin delta teta meylini biz delta alfa plus delta beta kimi ifadə eləyə bilərik. Deməli, bizə burada daha bir addım da lazımdır. Hansı ki, burada şəkildə təsvirdir. Burada deməli, biz həmin bu tərk elədiyi linzanın, işığın linzanı tərk elədiyi nöqtə ilə baş optik ox arasındakı məsafəni işığın linzaya daxil olduğu nöqtə ilə baş optik ox arasındakı məsafəyə bərabər götürürük. Elə nəzərə almışdıq ki, linzanın ölçüləri, yəni qalınlığı çox kiçikdir. Ona görə də sanki burada işıq demək olar ki, Y oxu boyunca heç bir hərəkət eləmir. Biz onu nəzərə ala bilərik. Və bir də burada həmin bu qamma adlandırdığımız bucağın ifadəsini bu şəkildə R1 alfanı R2 qammaya bərabər eləyib bu şəkildə qammanın alfadan asılı ifadəsini ala bilərik. Və bir də burada gördüyünüz kimi həmin bu beta bucağı, hansı ki burada göstərdiyimiz eyni bucaqdır, qamma plus delta alfaya bərabərdir. Və əgər delta alfanı əvvəldə aldığımız ifadəsini və qammanın ifadəsini bir yerdə bu düsturda gətirib yerinə qoysaq, delta betanın da biz alfadan asılı ifadəsini ala bilərik. Deməli, bu ifadələri çıxartdıqdan, aldıqdan sonra bu hissəyə nəzər yetirsək, gördüyümüz kimi burada baş optik oxa paralel gələn işıq sınır və bilirik ki, paralel gələn şüalar fokus nöqtəsində toplanır. Deməli, eyni qayda ilə burada həmin işığın daxil olduğu, tərk etdiyi nöqtə ilə baş optik ox arasındakı deməli, məsafəni f delta teta kimi yazə bilərik və delta teta da dediyimiz kimi həmin bu işığın meylidir. Linzaya daxil olduqdan, tərk etdikdən sonraki meylidir və həmin meyli delta alfa plus delta beta kimi yaza bilərik burada. Deməli, bizə delta alfanı və delta betanın ifadələrini almışıq. Gətirib əgər burada düsturda yerinə qoysaq, bu ifadə alır və n-1-i duruq kimi çıxartsaq, deməli, bizdə burada deməli, delta teta bərabərdir alfa vurulsun n-1 vurulsun 1 plus R1 bölü 2 alır. Gətirib həmin delta tetanın alfadan asılı ifadəsini buradakı ifadədə yerinə qoysaq, deməli, bu bərabərliyi alırıq və alfalar ixtisar gedir və hər tərəfi R1 və F-ə bölsək, deməli, buradakı həmin bayaqki slayddakı düsturumuzu almış oluruq. Deməli, daha bir lazımlı konsept plate scale-dir, yəni fokal müstəvidə miqyas. Deməli, fokal müstəvidə miqyas sizə məsələlərdə necə lazım ola bilər? Bildiyimiz kimi, istənilən bir obyektin müəyyən qədər uzaq diametri qalınır və həmin şüalar gəlib linzadan keçdikdə teleskopun belə deyək, lövhəsində müəyyən qədər, alınan xəyalın müəyyən qədər belə qalınlığa sahib olur. Deməli, məsələlərdə bir çox hallarda həmin lövhənin yerində belə deyək, kameralar, CCD-lər yerləşdirilir və bizdə sualda belə düşə bilər ki, həmin CCD-nin belə deyək, CCD-də alınan xəyal nə qədər piksel və yaxud da nə qədər sahəni tuta bilər. Deməli, tərifə əsasən bizdə fokal müstəvidə miqyas vahid bucağa düşən uzunluq kimidir. Deməli, buradakı təsvirə baxsaq, sanki çox uzaqda yerləşən bir bu obyektdən gələn işıqlardır və
Bu əlbəttə ki, obyektin müəyyən qədər bucaq və ulduzun müəyyən qədər bucaq diametri olduğu üçün buradan gələn şüalar baş optikaya müəyyən qədər meylə sahib olacaq. Və biz burada bu tetanı çox kiçik götürə bilərik. Həm teleskopun field of view-sünün çox görüş alanının çox kiçik olduğu üçün, həm də həmin o obyektdən gələn şüalar belə deyək, bucaq diametri çox kiçik olduğu üçün buradakı bucağı biz kiçik götürsək və buradakı belə deyək, bu hissə üçün trigonometrik burada təlimimizi yazsaq, y bərabərdir f tangens teta və tangens tetanın çox kiçik olmasından istifadə edib biz burada y bərabərdir f teta formasında yaza bilərik bu ifadəni. Deməli, bu formada yazdıqdan sonra tərifimizə də əsasən vahid bucağa düşən uzunluq şəklində ifadə olunduğu üçün fokal müstəvidə miqyas biz burada plate scale-in belə deyək, bu formada düsturunu alırıq, hansı ki 1 bölünsün linzanın fokus məsafəsinə bərabər olur. Deməli, daha bir konsept teleskopun böyütməsidir. Teleskopun böyütməsi belə deyək, bu formada ifadə olunur. F obyektiv bölünsün F eyepiece. Burada bildiyimiz kimi teleskop uzaqdan gələn, uzaqda olan cisimlərin belə deyək, daha da böyüdülmüş xəyalını aldığı üçün biz burada M-in qiymətini həmişə 1-dən böyük almalıyıq. Deməli, teleskopun obyektivinin fokus məsafəsi bildiyimiz kimi həmişə eyepiece-dən böyük olduğu üçün burada da gördüyünüz kimi bu hissə eyepiece-dən böyük olduğu üçün bu ifadə həmişə 1-dən böyük alacaq. Bu düsturu həm də fokal müstəvidə belə deyək, bu linza ilə obyektivlə eyepiece-in plate scale-lərinin nisbəti kimi də təsəvvür edə bilərsiniz. Yəni fokal müstəvidəki miqyaslarının nisbəti kimi. Deməli, bu hissədə refraktor və reflektor teleskopları haqqında daha ətraflı məlumat mövcuddur. Bu hissədə videonu saxlayıb özünüz də oxuya bilərsiniz və yaxud da burada aşağıda referens hissəsində gördüyünüz kitabdan oxuya bilərsiniz bu haqda ətraflı məlumatları. Teleskopun ayırd etməsi nədir? Deməli, teleskop müəyyən qədər bucaq var ki, bucaq ayırd etməsi var ki, o bucaq ayırd etməsindən kiçik bucaq məsafəsində olan cisimləri teleskop ayırd edə bilmir, bir cisim kimi görür. Məsələn, bu hissədə gördüyünüz kimi bu iki fərqli ulduzdur, belə deyək. Bu ulduzlar arasındakı bucaq məsafəsi teleskopun ayırd etməsindən kiçik olduqda teleskop o iki cismi belə deyək, ayırd edə bilmir və ikisini bir cisim kimi görür. Deməli, ayırd etmənin düsturu bu şəkildə verilir. 1,22 lambda bölünsün D kimi. Burada D teleskopun diametri və lambda da müşahidə olunan dalğa uzunluğu. Deməli, düsturdakı 1,22 sabitinə nəzər yetirək. Burada gördüyünüz kimi işığın intensivliyini bu şəkildə qrafikdə plot eləsək, işığın deməli ilk minimumu, first minimumu 1,22 dalğa uzunluğunun 1,22 mislinə təsadüf edir. Ona görə də məhz düsturumuzda 1,22 sabitindən istifadə edir. 1,22 lambda bölünsün D şəklində yazılır. Deməli, son olaraq istəyərəm nümunə olaraq bir məsələyə də nəzər yetirək. Deməli, məsələdə soruşulur ki, insan gözü ilə ayda ayırd edilə biləcək kraterin minimum diametrini hesablayın. Deməli, bizə aşağıdakı sabitlər məlumdur. Yerlə ay arasındakı məsafə 380 min kilometr və bir də insan gözünün diametri 46 mm bərabərdir. Deməli, bildiyimiz kimi ayırd etmə düsturundan istifadə eləsək, insan gözünün ayırd etməsini bu şəkildə düsturdan istifadə edib hesablaya bilərik. Burada lambdanın yerinə bir çox hallarda əsasən yaşıl işığın dalğa uzunluğu verir. Çünki vizual bəndimizdə yaşıl işığın dalğa uzunluğu təxminən vizual bəndimizin təxminən ortasına düşür. Ona görə də yaşıl işığı dalğa uzunluğu istifadə etmək daha əlverişlidir. Deməli, burada istifadə elədikdən sonra düsturun yerinə qoyduqdan sonra biz insan gözünün ayırd etmə uzaqlığı tapa bilərik və əlbəttə ki, burada cavab radianla alınmalıdır. Və burada şəkildə vizualdan əgər diqqətlə baxsaz, biz buradan bu ifadəni də yaza bilərik.
L teta hansı ki burada L yer və ay arasındakı məsafədir və teta radianla ifadə olunur və burada bizdə bu D həmin kraterin minimum diametridir. Burada biz əgər yerinə qoyub hesablasaq, təxminən 43 və yaxud da 44 kilometr məsafə 40'lar, yəni bu cavaba yaxın bir cavab alınmalıdır. Bugünlük bu qədər. Ümid edirəm bugünkü videoda nəsə öyrənə bildiniz. Növbəti mərhələlərdə sizə uğurlar arzulayıram.